Qubadlı rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Konstitusiya və suverenlik ili çərçivəsində rayonun Kərəm Mirzəyev adına Xanlıq kənd 1 saylı tam orta məktəbində müəllifi Məscunov Mürvət Məhəmmədoğlunun Qubadlının Xanlıq kənd sakini 1-ci Qarabağ müharibəsində şəhid olmuş Cavanşir Rüstəmova həsr etdiyi Əbədiyyət yolçusu kitabının təqdimat mərasimi keçirildi. Bu kitab şəhidlərimizin ömür yolunu, döyüşlərdə göstərdiyi igidliyi və vətənə sədaqətini özündə əks etdirir. Çıxış edənlər şəhidimiz Cavanşir Rüstəmovun keçdiyi mənalı ömür və şərəfli döyüş yolundan söhbət açaraq xatirələrini bölüşdülər. Qeyd edək ki, Rüstəmov Cavanşir İsfəndiyaroğlu 1959-cu il sentyabr ayının 17-sində Zəngəzur mahalı Qubadlı rayonunun Xanlıq kəndində anadan olmuşdu. Qarabağ müharibəsi başlanan günlərdən Cavanşir Xanlıq kəndində təşkil olunmuş özünü müdafiə dəstəsinə yazılaraq torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərə qatılır. Cavanşir Rüstəmovun rayonumuzun ictimai həyatında fəal iştirakı, qorxmazlığı, vətənpərvərliyi, döyüşkənliyi və siyasi birliyi nəzərə alınaraq 1992-ci ilin may ayında Qubadlı rayon icra hakimiyyətində şöbə müdiri vəzifəsində təyin edilmişdir. O, məsul vəzifədə çalışmasına baxmayaraq silaha sarılır, döyüşlərdə aktiv iştirak edir, gecələr sərhəd postlarında olur, döyüşçüləri qələbəyə səsləyirdi. 1993-cü il avqust ayının 30-da ermənilər qəfləti Qubadlının Cəyən düzü istiqamətindən Xanlıq kəndinə hücum edir. Üzbəüz ağır döyüş başlanır. Xanlıq cəmaatı mərdliklə vuruşur. Bu çətin və qanlı döyüşdə Cavanşir Rüstəmov qəhrəmancasına şəhid olur. Cavanşir Rüstəmov evli idi, onun 2 qız övladı yadigar qalmışdı. Allah bütün şəhidlərimizə rəhmət eləsin.